Salam uşaqlar, bizim bugünkü mövzumuz qan damar sisteminin izahı ilə bağlı olacaq. Biz bilirik ki, bizim orqanizmimizdə, insan orqanizmində cəmi 10 orqanlar sistemi var və bu orqanlar sistemindən biri də qan damar sistemidir. Bu orqanlar sisteminin hamısının birlikdə işini tənzimləyən sinir və endokrin sistemi idi. Və orqanlar sistemi necə yaranırdı? Eyni funksiyanı yerinə yetirən müxtəlif orqanlar birləşərək nə əmələ gətirirdi? Orqanlar sistemini əmələ gətirmiş olurdu. Birinci biz baxaq görək bizim daxili maye mühitimizə nələr aiddir? Orqanizmin daxili maye mühitinə nələr aid idi? Orqanizmin daxili maye mühitinə aiddir. Deməli, aiddir qan, hansı ki damarlarla axır, qana aiddir. Sonra toxuma mayesi, hansı ki 8 rəqəmi ilə göstərilib. Bir də limfa mayesi aiddir, yəni limfa aiddir. Bunlar orqanizmin daxili maye mühitini əmələ gətirmiş olurdu. Bəs hər hansısa bir orqanda, tutaq ki, baxın, görürsünüz, orqan hüceyrələr də, orqan hüceyrələri qan damarlara keçmək üçün əvvəlcə toxuma mayesinə keçməlidir. Baxın, 8 rəqəmi ilə göstərilən hissədən keçdikdən sonra hər hansısa bir hüceyrəyə çatdırılır. Deməli, toxuma mayesinin funksiyası nədir? Orqan və qan damarları arasında, orqanların hüceyrələri ilə qan damarları arasında keçid təşkil edirdi. Yəni, əvvəlcə toxuma mayesindən keçdikdən sonra qan damarlarına lazımsız maddələr keçirdi. Qan damarları ilə hərəkət edən qida maddələri isə toxuma mayesinə keçərək, ondan sonra qan damarlarına keçmiş olurdu. Oksigen qazı necə oldu? Oksigen qazı qan damarlarından hüceyrələrə, lazımsız maddələr isə hüceyrələrdən qan damarlarına keçmiş olurdu. Bax, qeyd elədik, qan, limfa və toxuma mayesi orqanizmin daxili maye mühitini təmin etmiş olurdu. Və bilirik ki, insanın orqanizmində daim müxtəlif proseslər baş verir. Bu proseslər müxtəlif proseslər olur. İndi qan damar sisteminin funksiyalarını sadalayanda deyəsiyik. Və qan damar sistemi özünün müxtəlif funksiyaları var idi. Və insanın qan damar sistemi nədən təşkil olmuşdu? Ürəkdən və qan damarlarından ibarət idi. Və qan damar sistemi müxtəlif funksiyalara bax, birinci qidalandırıcı funksiyanı yerinə yetirir. Qidalandırıcı funksiyanı necə yerinə yetirir? Qidalandırıcı funksiyanı yerinə yetirmək üçün deməli, qan bağırsaq venasından keçdikdən sonra axı qidalı maddələr bağırsaq venasında olur. Bağırsaqda olur, əvvəlcə bağırsaqdadır. Bağırsaqdan keçdikdən sonra hara keçirdi? Bağırsaqdan keçdikdən sonra bağırsağın divarını bürüyən kapilyarlardan, tutaq ki, bura kapilyarlardır, bağırsağın divarını bürüyən kapilyarlardan hara keçirdi? Bağırsaq venasına keçirdi. Bağırsaq venasından isə əvvəlcə qaraciyərə, qaraciyərdən sonra ürəyə və bütün orqanlara çatdırılırdı. Deməli, qidalandırıcı funksiyanı yerinə yetirdi. Bu, onun birinci funksiyası oldu. Sonra başqa hansı funksiyanı yerinə yetirdi qan damar sistemi? Qan damar sisteminin ikinci funksiyası nədir? Qan damar sisteminin ikinci funksiyası tənəffüs funksiyasını yerinə yetirir. Niyə tənəffüs funksiyasını yerinə yetirir qan damar sistemi? Çünki biz bilirik ki, axı qan damarları ilə nə hərəkət edir? Qan damarları ilə oksigen qazı hərəkət edir və karbon qazı hərəkət edir. Hansı ki, eritrositlərə birləşmiş şəkildə. Və oksigen qazını ağciyərlərdən toxumalara, karbon qazını isə toxumalardan ağciyərlərə çatdırmış olurdu. Bu da oldu nəyin funksiyası? Bu da qidalan tənəffüs funksiyasına aid oldu. İfrazat funksiyası orqanizmdəki lazımsız məhsulları hara çatdırırdı? İfrazat orqanlarına gətirib çıxarırdı. Sonra, bəs müdafiə funksiyasını necə yerinə yetirdi? Müdafiə funksiyasını bu cür yerinə yetirirdi ki, zərərli maddələri və müxtəlif maddələri, və müxtəlif lazımsız maddələri, həm də mikroorqanizmləri zərərsizləşdirirdi. Necə zərərsizləşdirirdi? Qan damarlarının içərisində leykositlər var idi. Bu leykositlər qana düşən zərərli maddələri ya hər hansısa bir anticism ifraz etməklə və yaxud da yalançı ayaqları ilə əhatə etməklə onu zərərsizləşdirirlər və tənzimləyici funksiyanı yerinə yetirir. Tənzimləyici funksiya həm hormonlarla əlaqəlidir. Çünki daxili sekresiya vəzlərinin ifraz etdiyi maddələri biz hormonlar adlandırırdıq və bu hormonlar da hara açılırdı birbaşa axarı? Qana açılmış olurdu. Baxın, burada da göstərilir. Bax, qan damarlarla hərəkət edən zaman, bax, qan damarlarla hərəkət edir. Qan damarlarla hərəkət edən zaman əvvəlcə baxın, görürsünüz, toxuma arası maye, hansı göy rənglə göstərilib. Əvvəlcə toxuma arası maye, daha sonra hüceyrələrə ötürülmüş olurdu. Baxın, burada göstərilib oksigen qazı. Oxların istiqaməti düzgün göstərilmişdir. Bax, məsələn, əgər bizə suyu göstərirsə, su, oksigen qazı. Baxın, oksigen qazı hara keçməlidir? Qan damarlarından keçməlidir hüceyrələrə. Karbon qazı necə keçməlidir? Karbon qazı isə, baxın, bu yanlışdır. Amma karbon qazı isə hüceyrələrdən, baxın, qan damarlarına keçməlidir. Sonra gəlirik digər orqanizmin yorulmayan mühərriki olan ürək. Niyə orqanizmin yorulmayan mühərriki adlandırılır? Biz elə bilirik ki, ürək heç vaxt dayanmır, daima işləyir. İndi sikli ilə tanış olanda biz görəsiyik
ki, əslində sən demə ürək bütün ömrümüzün sadəcə yarısını işlək vəziyyətdə olur. Yəni bu özünü belə deyək, mükəmməlləşmiş şəkildə ürək öz funksiyalarını yerinə yetirir. Ürək harda yerləşir? Ürək döş xəttindən sol tərəfdə yerləşir. Orta yaşlı insanlarda çəkisi 250-300 qrama bərabərdir. Hardasa buna aid sual görmüşdüm. 4 kameradan ibarətdir. Artıq biz deyirdik ki, yadımızdadır, demişdik ki, timsahda, quşlarda və məməlilərdə ürək 4 kameradan ibarət idi. Hansı hissələrdən ibarətdir? Sol mədəcik, sağ mədəcik, sağ qulaqcıq və sol qulaqcıqdan ibarətdir. Deməli, birinci baxırıq nəyə? Birinci baxırıq, ürəyin, baxın, sol mədəciyinin divarı necədir? Ürəyin sol mədəciyinin divarı çox qalındır. Çünki aortaya qovulan qan sol mədəcikdən çıxır və sol mədəcikdən çıxdığına görə onu daha güclü işləməlidir ki, bütün qanı bütün bədənə vurmaq gücünə malik ola bilsin. Ona görə nə deyirik? Deyirik ki, ürəyin sol mədəciyinin divarı, baxın, buradan göründüyü kimi, ürəyin sol mədəciyinin divarı necə oldu? Ürəyin sol mədəciyinin divarı, bax, buradan göründüyü kimi necədir? Çox qalın olmuş oldu. Deməli, sol mədəciklə, ürəyin sol mədəciyi ilə sağ mədəciyi arasında, sağ qulaqcıqla sol qulaqcıq arasında heç bir əlaqə yoxdur. Bəs əlaqə harda yaranır? Əlaqə ürəyin yuxarı hissəsi ilə aşağı hissəsi arasında yaranmış olurdu. Ürəyin sağ qulaqcığı ilə sağ mədəciyi arasında taylı qapaqlar, hansı ki, sağ qulaqcıqla sağ mədəciyi arasında 3 taylı qapaq yerləşir. Ürəyin sol qulaqcığı ilə sol mədəciyi arasında isə 2 taylı qapaq yerləşmiş olurdu. Taylı qapaqlar qan qulaqcıqlardan mədəciklərə, qanın qulaqcıqlardan mədəciklərə axmasını təmin edirdi. Bəs başqa qapaqlar harda yerləşir? Qapaqlar həm də mədəciklərdən qanın arteriyalara qovulduğu yerdə yerləşir. Və hansı qapaqlardır? Bunlar aypara qapaqlardır və hər bir aypara qapaqda burada qeyd edeyim, hər bir aypara qapaq da 3 ədəd cibcikdən ibarətdir. 3 cibcikdən ibarətdir. Baxın, belə çəkilir quruluşu. 3 cibcikdən ibarətdir. Düzgün çəkənmədim. Hər bir aypara qapaq 3 ədəd cibcikdən təşkil olunmuşdur. Sonra gəlirik, deməli, ürəyin quruluşu oldu belə. Ürəyin quruluşu 4 kameralıdır. Yenə dedim, sol mədəcik qalındır. Əlaqə harda yarandı? Bax, qapaqların sayını hesablasaq necə hesablayırıq? Deməli, 5 ədəd ürəkdə 5 ədəd taylı qapaq var. Hansı ki, bu taylı qapaqlardan 3-ü sağ qulaqcıqla sağ mədəcik arasında, 5 taylı qapağın 3-ü sağ qulaqcıqla sağ mədəcik, ikisi isə sol qulaqcıqla sol mədəcik arasında yerləşir. Və 2 ədəd də aypara qapaqlar var. Aypara qapaqlarda yerləşdi, mədəciklərdən arteriyaların çıxdığı yerdə, hər birində həm burada bir aypara qapaq var, həm burada bir aypara qapaq var, burada bir aypara qapaq, bax, burada bir aypara qapaq var idi. Hər bir aypara qapaqda dedik, neçə cibcikdən ibarət idi? 3 cibcikdən ibarət idi. Bəs başqa aypara qapaqlara harda rast gəlinirdi? Aypara qapaqlara venaların divarında da, içərisində də rast gəlinirdi. Bəs venaların içərisində yerləşən aypara qapaqlar hansı funksiyanı yerinə yetirir? Qan aşağıdan yuxarıya doğru hərəkət edərkən biz bilirik ki, axı yerin cazibə qüvvəsi var. O cazibə qüvvəsinin qarşısını almaq üçün, məsələn, baxın, bu damarların içərisində qapaqdır. Hər dəfə qan aşağıdan yuxarıya doğru hərəkət etdikcə qapaqlar bağlanır və qanın geriyə doğru axmasının qarşısını almış olurdu. Sonra gəlirik ürəyin iş prinsipinə görə. Ürək necə işləyir? Ürəyin bir dəfə yığılıb açılmasını biz adlandırırıq ürək sikli. Nə adlandırırıq ürəyin bir dəfə yığılıb açılmasını? Ürək sikli adlandırmış oluruq. Və ürək sikli özü 3 mərhələdən ibarətdir. Birinci mərhələ, ürək siklinin birinci mərhələsi nə adlanırdı? Ürək siklinin birinci mərhələsi adlanır, baxırıq. Qulaqcıqların sistolası adlanır, birinci mərhələdə. Qulaqcıqların sistolasında nə baş verir? Baxın, qulaqcıqlar yığılır, sistola yığılma deməkdir. Qulaqcıqlar yığılır və qulaqcıqların sistolası baş verir cəmi 0,1 saniyə ərzində. Əgər ürəyin ümumi sikli 0,8 saniyə bərabərdirsə, bu 0,8 saniyənin 0,1 saniyəsi qulaqcıqların yığılmasından, yəni qulaqcıqların sistolasından, 0,3 saniyəsi mədəciklərin sistolasından, 0,4 saniyə isə ümumi boşalmadan ibarətdir.
Qulaqcıqların sistolası, yəni qulaqcıqlar yığılan zaman qan taylı qapaqlar açıq vəziyyətdədir. Qan qulaqcıqlardan mədəciyə doğru axır. Qan qulaqcıqlardan mədəciyə doğru axır. Və bu zaman 0,1 belə götürək. Bunu götürsək 8-də 1. Məsələn, mən deyirəm ki, 24 yaşı olan bir insanın ürəyinin qulaqcıqları nə qədər işləyib? 24-ün 8-də 1-ə, yəni 3 saniyə işləyib. Bəs nə qədər boşalma vəziyyətində olub qulaqcıqlar? 8-də 7. Yəni 24-ün 8-də 7-sini tapasıyıq. O neçə eləyəcək? O eləyəcək 24-ün 8-də 7-si 3-ü vururuq 7-yə 21. 21 saniyə eləyəsidir. Deməli, sonra ikinci fazamız mədəciklərin sistolasıdır. Mədəciklərin sistolası 0,3 saniyə ərzində baş verirdi. Yəni, ümumi siklin 8-də 3 ərzində baş verirdi. Ümumi yaşın deyək, ümumi vaxtın deyək 8-də 3 vaxtı ərzində baş verirdi. Və qulaq mədəciklərin sistolası baş verən zaman nə baş verir? Mədəciklər yığılır. Baxın, aypara qapaqlar açıq vəziyyətdədir. Aypara qapaqlar açıqdır və qan mədəciklərdən damarlara doğru qovulur. Taylı qapaqlar bağlı, aypara qapaqlar açıq və qan mədəciklərdən qulaqcığa doğru qovulur. Ümumi siklin 0,3 saniyəsini əhatə edir. Bu zaman 0,5 saniyə ərzində burada artıq qulaqcıqlar istirahət edir. Üçüncü sikl ürəyin diastolası, yəni ümumi boşalma vəziyyətidir. Bu da 0,4 saniyə davam edir. Deməli, 8-də 4 eləyəsidir. Baxın, 8-də 4 nə qədər eləyir? İxtisar aparsaq gəlir, çıxır 2-də 1. Yəni, ümumi bizə verilən vaxtın yarısı. Məsələn, mənə verilib nə qədər vaxt deyək? Mənə verilib, tutaq ki, 24 yaşı olan bir insanın ürəyi ümumi nə qədər istirahət eləyib? Biz nə qədər istirahət eləyib deyəsik? Bu 24-ün 2-də 1 nə qədər eləyəcək? 24-ü vururuq 2-də 1-ə, o da eləyir 12 il. Deməli, ürəyi onun 12 il istirahət vəziyyətində olub. Görürsünüz, uşaqlar, biz elə bilirik ki, ürək dayanmır, amma ürək necə işdirir? Ürək dayanmadan, belə deyək, istirahət eləyərək işləyir. Yəni, ümumi siklin yarısı, ümumi vaxtın yarısı, ümumi ömrün yarısını ürək istirahət rejimində olmuş olurdu. Bir dəqiqə ərzində bu oldu insanın ürəyinin bir dəfə döyünməsi. Yəni, insanın ürəyi bir dəfə döyündükdə cəmi bu 0,8 saniyə ərzində baş verir. Baxırıq. Deməli, insanın ürəyinin bir dəfə döyünməsi, əgər baxın, 0,0 bu bir dəfə döyünməsidir. Bir dəfə döyünməsinə ürəyin nə qədər vaxt sərf olunur? 0,8 saniyə vaxt sərf olunur. Bəs əgər bizdən soruşsa ki, məsələn, bir dəqiqə ərzində ürək neçə dəfə döyünər? Onda əgər ürəyin 0,8 saniyə ərzində bir dəfə döyünübsə, bəs 60 saniyədə nə qədər döyünəcək X normal insanda? X bərabərdir, buraya yazırıq 0,8, 60, cavab gəlir, deməli 24-də bölən, 30-u 4-də böləndə eləyir 75. Deməli, insanın ürəyi bir dəqiqə ərzində, yəni 60 saniyə ərzində neçə dəfə döyünüb? 75 dəfə döyünmüş olur. Və burada nəzərinizə çatdırım ki, dölün, məsələn, ana bətnində yaşayan bir dölün ürəyi, ürək sikli, ananın ürək siklindən 2 dəfə azdır. Çünki dölün ürəyi ananın ürək döyüntülərindən 2 dəfə çox olur. Və buradan belə bir düstur deyim sizə. A bərabərdir T bölünmüş B. Yəni, bu düstur kitabda olan bir düsturdur. Bunu mən vaxtı ilə müəlliməmdən öyrənmişəm. Mən də siz şagirdlərimə bunu öyrədirəm. A nədir, T nədir, B nədir? A, insanda ürək döyüntülərinin sayı, T vaxt, B isə nədir? B isə ürək sikli. Deməli, İnsanın ürək döyüntüsü nəyə bərabərdir? Verilən vaxtın ürək siklinə olan hasilinə. Baxın, burada göründüyü kimi ürək döyüntüsü A ilə B bir-biri ilə tərs mütənasib aslıdır. Yəni, insanın ürək döyüntülərinin sayı artdıqca onun ürək sikli azalır. Bax, belə riyazi mənada, məntiqi cəhətdən deyim. Bir var uşaqlar, məsələn, 0,8 saniyə biz deyirik ki, normal insanın ürək döyüntüsü neçəyə bərabərdir? Bir dəfiyə. Bir dəfiyə 0,4-ə bərabərdir. Amma bir dəfiyə
bir dəfəyə bu döyüntü 0,4 olarsa, görürsünüz, axı 0,8-in içərisində 2 ədəd 0,4 var. Onda belə bir nəticə çıxır ki, ürək döyüntüsü, məsələn, görürsünüz 0,8-in içərisində 2 ədəd 0,4 olduğuna görə ürəyi 0,4 saniyə sikli ərzində döyünən insanlarda deyək, döldə deyək, ürək döyüntüsünün sayı daha çox olmalıdır. İnsanın normal döyüntüsündən 2 dəfə çox, təqribən 150-yə bərabər olmalıdır. Bu da oldu belə. Silirik bu hissəni də, inşallah ki, başa düşdünüz. Sonra keçirik növbəti ürək siklində dedik, növbəti mövzumuza. Deməli, baxın, burada sağlam insan ürəyin döyüntüsündən söhbət getdi, dedik 70-75-ə bərabərdir sağlam insan ürəyin döyüntüsü. Sonra, deməli, aortaya vurulan qan, niyə ürək döyündü? Ürəyin döyüntüsü, ürəyin aortaya vurduğu qanın ürəyin ritmik titrəyişinə səbəb olduğunu deyir və ürək ritmik hərəkət edərək qan ürəyin ritmik yığılmasına səbəb olurdu və bu zaman dalğavari hərəkət ucqar arteriyalara qədər yayılırdı. Yəni, ən uc arteriyalara yayılırdı, buna da nəbz deyilirdi. Baxın, bu hissədə yazılıb, onu da mütləq öyrənirik. Sonra uşaqlar keçirik insanda damarlara. Deməli, dedik ki, axı bizim qan damar sisteminə nələr aid idi? Ürək və damarlar aid idi. Damarlardan danışırıq. Damarlara arteriya damarları, sonra damarlara vena damarları və kapilyarlar aiddir. Arteriya ürəkdən çıxan damarlardır. Və arteriya damarları, indi onu da izah edirəm, ürəyə neçə damar birləşir. Arteriya damarlarının divarı neçə qatdan təşkil olunub? Cəmi 4 qatdan təşkil olunub. Hansı qatlardan ibarətdir? Xaricdən sıx birləşdirici qatdan ibarətdir. Onun altında yerləşirdi elastik liflər. Deməli, sıx birləşdirici qatdan, elastik liflərdən, saya əzələdən, bir də bir qatlı epiteldən ibarətdir. Deməli, baxın, bu ürəyin qan arteriyaların divarının quruluşudur. Venaların da divarı eyni cür quruluşa malikdir. Sadəcə olaraq venaların divarında, venaların içərisində dedik, nələr yerləşir? Aypara qapaqlar yerləşirdi. Ümumiyyətlə, uşaqlar, qan damar sistemi Rüşeymin mezoderma qatından əmələ gəlir. Yəni, mezodermal mənşəlidir. Bunu da yadımızda saxlayırıq. Kapilyarların divarı sadəcə bir qatdan ibarətdir, mübadilə prosesini tənzimləyir. Bir qat epiteldən ibarət olur və burada mübadilə prosesi baş vermiş olurdu. İndi qanın damarlarda birinci qanın tərkibinə baxırıq. Qanın tərkibi hansı hissələrdən ibarətdir? Uşaqlar, baxın, yadımdan çıxmamışkən qoyun onu da sizə deyim. Deməli, ürəyə neçə damar birləşir cəmi? Ürəyə birləşən iri damarların sayından danışasıyıq. Ürəyə birləşən iri damarlara hansılara aiddir? Ürəyə birləşir iri damarlar 2 arteriya, ürəyə 2 arteriya birləşir. Bu arteriyalardan biri, baxın, ürəkdən çıxan iri aortadır və bu sol mədəcikdən çıxır və sağ mədəcikdən çıxan ağciyər kötüyü. Deməli, bu da iri arteriyadır. Deməli, ürəkdən çıxan arteriyaların sayı 2 ədəddir. Bəs venaların sayı neçə ədəddir? Ürəyə qayıdan venaların sayı, baxın, yuxarı boş vena, aşağı boş vena, qan damar sistemini keçəndə sizə deyəsiyəm. Və bir də hansılara aiddir? Bir də ağciyərlərdən qayıdan 2 ədəd sağ ağciyərdən və 2 ədəd sol ağciyərdən qayıdan ağciyər venaları. Deməli, 2 arteriya və 4 vena. 4 vena, deməli, ağciyərdən gələn vena, 2 vena isə yuxarı və aşağı boş vena. Bunlarda bu venalar olmuş oldu. Deməli, ürəyə birləşən iri damarların sayı neçə ədəd oldu? Cəmi 8 ədəd oldu. Bu 8 ədəddən ikisi arteriya, 6-sı isə vena damarlarına aid oldu. Bu oldu bizim ürək boşluğumuza birləşən damarların sayı. İndi biz nədən danışırıq? Qanın tərkibindən. Qanın tərkibi nədən ibarətdir? Qanın tərkibi, qan ümumiyyətlə nəyə aid idi uşaqlar? Toxumadır. Yəni, birləşdirici toxumadır. Biz bilirik ki, toxumanın tərkibi nədən ibarət olmalıdır? Hüceyrələrdən və hüceyrəarası maddədən. Qanın hüceyrələrinə formalı elementlər deyilir. Hər biri müəyyən bir formaya malik olduğuna görə formalı elementlər adlandırılır. Qanın formalı elementlərinə eritrosit, leykosit və qan növfəcikləri və ya trombositlər aiddir.
Və qanın plazması ümumiyyətlə normal insanda, insanda məsələn bədən çəkisinin cəmi 7-8%-ni qan təşkil edir. 7-8%-ni qan təşkil edir. Və qanın da 55-60%-i nədən ibarətdir? Plazmadan, digər yerdə qalan 40 deməli 45% isə 40-45% isə formal elementlərdən təşkil olunmuşdur. Bəs qan plazmasının tərkibi nədən ibarətdir? Qan plazmasının tərkibi qan zərdabından və fibrinogendən ibarətdir. Fibrinogen çıxarıldıqdan sonra olan qan plazmasını biz qan zərdabı adlandırmış olurduq, hansı ki bundan istifadə olunur. Yəni müalicəvi məqsədlə. Və qan plazmasının tərkibi hansı maddələrdən ibarətdir? Qan plazmasının tərkibi qanın maye halında olan hissəsidir qan plazması və onun tərkibi də formal, belə deyək, formal elementlər plazmanın içərisində və plazmanın da təqribən 90% su, digər hissələrin isə mineral duzlar, üzvü birləşmələr aid idi. Plazma qidalı maddələri çatdırmaq funksiyasını yerinə yetirir. Formal elementlərdən hər biri isə müxtəlif funksiyaları yerinə yetirir. Baxın, mən buna aid video çəkmişəm. Video izahım var. Qısa videolarda, shortslarda bunu çəkib qoymuşam. YouTube-da izləyə bilərsiniz kanalımda. Demək, qan çökdürülən zaman sentrafugada çökdürülür. Sentrafuga dəqiqədə bir neçə min dəfə dövr etmək qabiliyyətinə malikdir və çökdürülən zaman o ağırlıq dərəcəsinə qədər və qanda olan miqdarına əsasən çökür. Qan çökdürülən zaman ən altda olan hissəsi qanın eritrositləri, ondan üstə yerləşən hissəsi onun leykositləri və trombositləri, ən üstdə qalan hissəsi isə qan plazması adlanır. Qan plazması deməli sarımtıl rəngdə mayedir və ona qırmızı rəngi verən eritrositlərdir. Danışırıq eritrositlərdən. Eritrositlər qanın qırmızı rəngə malik olan formal elementidir. Bəs eritrositlərin miqdarı nə qədərdir? Eritrositlərimiz, belə deyə, əvvəlcə deyim, ortadan basıq disk formadadır. Şəkildən göründüyü kimi, görürsünüz, ortadan basıq disk formasındadır. Və eritrositlərin bu cür quruluşa malik olması həm onun səthinin sahəsini artırır, həm də oksigen və karbon qazının çox asanlıqla birləşməsinə şərait yaratmış olurdu. Həm də, belə deyək, nüvəsi yoxdur eritrositlərin, yəni yetkin halda nüvəsizdirlər, deyəsən vurğuladım. Və eritrositlər dedik ki, orta hissələrini nə birləşdirir? Oksigen və karbon qazını birləşdirir, lazımi yerlərə çatdırır. Amma uşaqlar, yadımızda saxlayırıq. Biokimyəvi uyğunlaşmaya uyğun olaraq eritrositlərin bütün sahəsi deyil, yalnız müəyyən bir hissəsi oksigenlə birləşir. Bu da orada baş verən oksidləşmə prosesinin qarşısını alır. Əgər eritrositlərin bütün hissəsi oksigen qazı ilə birləşsəydi, onda oksidləşmə nəticəsində orqanizmdə bütün funksiyaların pozulması baş verərdi. Yəni güclü oksidləşmə baş verə bilərdi. Ona görə bu da biokimyəvi uyğunlaşmadır uşaqlar. Deməli, eritrositlər funksiyasını yerinə yetirmək üçün dedik, nəyini itirdi? Nüvələrini itirir. Və miqdarı nə qədərdir? 1 kub millimetr qanda, miqdarı 1 kub millimetr qanda eritrositlərin miqdarı ya 4 vurulmuş 10 üstü 6 ya da 5 vurulmuş 10 üstü 6-ya bərabərdir. Burada belə sizə maraqlı çevrilmə deyəsiyəm. Uşaqlar maraqlı deyəndə bizim məsələlərimizdə lazım olacaq çevrilməni sizə vurğulayasıyam. 1 litrimiz, bunu qeyd edeyim, 1 litr bərabərdir 10 üstü 6 kub millimetr. Oldu. Yəni bunu yadınızda saxlayın. Bu məsələlərdə sizə çox lazım olasıdır. Sonra eritrositlər qırmızı rəngdədir. Bəs eritrositlərə qırmızı rəngi verən nədir? Eritrositlərə qırmızı rəngi verən bu eritrositlərdə olan hemoqlobin zulalıdır. Hansı ki hemoqlobin zulalına da qırmızı rəngi verən hansı element idi? Dəmir elementi sayılırdı. Hemoqlobin zulalı yadımıza salırıq. 9-cu sinifdən 4 ədəd qlobuladan ibarət idi. Mən sxemini çəkirəmsə, hər qloblada 4 oksigen və 1 dəmir elementi var idi. 4 oksigen və 1 dəmir elementi var idi. Cəmi 16 oksigen, 4 ədəddə dəmir elementi olmuş olurdu. 4-cü quruluşa malik olan zulalı idi, mürəkkəb quruluşda olan zulalı idi. Və hər qloblada 4 oksigen, dedik ki 16 oksigen və 4 dənə dəmir elementi olurdu. Hemoqlobin zulalı 4-cü
quruluşa malik idi. Çünki tərkibində həm pigmenti var idi, həm də globin. Yəni zulalı hissəsi globin zulalı idi. Qeyri-zulalı hissəsi isə hem pigmenti idi. Hem pigmentinə də qırmızı rəngi verən dəmir elementi olmuş olurdu. Eritrositlər əgər oksigen qazı ilə daha çox birləşərsə qanın rəngi al qırmızı, karbon qazı ilə birləşdikdirsə onun rəngi tünd qırmızı rəngdə olmuş olurdu. Və ömrü nə qədərdir? 120 gün, cəmi 4 aya bərabərdir. 4 aydan bir təzə yenilənir. Yaranması qırmızı sümük iliyində baş verirdi və eritrositlərdən uşaq qırmızı sümük iliyi həm eritrosit, həm leykosit, həm də trombositləri əmələ gətirdiyinə görə çox vaxt qırmızı sümük iliyindən kök hüceyrələri kimi də istifadə olunur. Leykositlərə baxırıq uşaqlar. Leykositlərin 2 növ var idi. Bir var idi limfositlər, bir də var idi fagositlər. Fagositlər yalançı ayaq əmələ gətirirdi. Yalançı ayaqları vasitəsilə qidanı əhatə edirdi və yalançı ayaq vasitəsilə qidanı əhatə etdikdən sonra, yalançı ayaqları ilə qidanı əhatə etdikdən sonra onu əhatə edirdilər və onu məhv edirdilər. Bir də var limfositlər xüsusi bir maddə ifraz edərək onu məhv edirdilər. Baxın, yad cisimlər, qan damarı, bir də onu qeyd edeyim uşaqlar. Bəzi leykositlər yalançı ayağa əmələ gətirə bilir və qan damarlarından çıxa bilər və düşən yad cisimləri zərərsizləşdirir. Belə bizə test düşə bilər ki, hansı formalı element qan damarlarından çıxır. Və bu proses yalançı ayaqları vasitəsilə hər hansısa bir mikrobu əhatə edib onu udma prosesi bu adlanır fagositoz. İlk dəfə Metchnikov tərəfindən elmə daxil olmuşdur. Yaşama müddətləri bir neçə saatdan bir neçə ilə qədərdir. Ona görə ən çox yaşama qabiliyyətinə malik olan formal element leykositlərdir. 1 kub millimetr qanda miqdarı 4-10 minə bərabər olmuş olurdu. Neçəyə bərabər oldu? 4-10 minə bərabər oldu. Keçirik qan lövhəciklərinə. Qan lövhəcikləri və ya trombositlər funksiyası qanın laxtalanmasında iştirak etməkdir. Qanın laxtalanması prosesini tənzimləyir və orqanizmə həddindən artıq qan itirməkdən müdafiə edirdi. Və uşaqlar harda parçalanırdı? Qaraciyər və dalaqda parçalanmış olurdu. Və yenə qırmızı sümük iliyində yaranırdı. Uşaqlar rəngsizdir bunlar da, rəngsiz quruluşa malik olurdu. İndi keçirik biz görək qanın laxtalanması prosesini. Uşaqlar, bir də bunu baxın, orta həyat müddətində, yəni harda nə yazılıbsa onu əzbərləmək lazımdır. Bir də gördünüz ki, oradan düşür testlər. Deməli, nəyi yadımızda saxlayırıq uşaqlar? Baxın, burada orta həyat müddətində ürək 5,7 milyon ton qan vururdu bədənə. Oldu, bunu yadımıza saxlayırıq və qan ehtiyat halında qaraciyər və dalaqda indi verilmir. 4/3-ü qanın dövr edir, 4/1 isə ehtiyat halında qaraciyər və dalaqda parçalanmış olurdu. İndi mən sizə qanın laxtalanması prosesindən danışacağam. Qanın laxtalanması prosesi necə baş verirdi? Qanın laxtalanması prosesi, sadəcə sizə məlumat verirəm. Qanın laxtalanması üçün nə lazımdır? Qanın laxtalanması üçün bizə lazımdır kalsium duzları, sonra bizə lazımdır trombositlər, trombosit lazımdır. Qanın laxtalanması üçün trombositlər, kalsium duzları. Sonra bizə lazımdır damar zədələnməsi zamanı əmələ gələn maddələr. Yəni bu üçü laxtalanma prosesinin getməsi üçün vacibdir. Nə baş verir? Damar zədələnən zaman trombositlər parçalandı. Trombositlər parçalanma zaman xüsusi maddə ifraz edir. Və bu plazmada olan, qeyri-aktiv olan fibrinogen zulalını, hansı ki fibrinogen zulalı suda həll olan zulaldır. Və bu fibrinogen zulalını aktivləşdirir. Fibrinogen zulalı suda həll olamayan fibrin liflərinə çevrilirdi. Və fibrin lifləri gedir yaranın üzərini örtür, tutur və həm də ora eritrositlər də hərəkət edir ki, eritrositlər də onun qırmızı rəngdə görünməsinə səbəb olur və beləliklə də uşaqlar nə baş verirdi? Qan axma dayanırdı. Və qanın laxtalanması prosesi normalda 5-8 dəqiqə ərzində baş verirdi. Səhv eləmirəmsə təzə kitablarda yox, 3-8 dəqiqə artıq verilir. 3-8 dəqiqə ərzində baş vermiş olurdu. Əla. Buradan da bitib. Bir də uşaqlar, böyrəklər gün ərzində qanı təqribən 300-400 dəfə necə nağarda təmizləmiş olurdu. Sonra keçirik qan dövranına. Görək qan dövranı necə baş verirdi? Qan dövranının 2 növü var idi. Bir var idi böyük qan dövranı, bir də var idi kiçik qan dövranı. Böyük qan dövranı necə baş verir? Kiçik qan dövranı necə baş verir? İndi deməli burada
Oy, səsim getmirmiş. Deməli uşaqlar, harda qaldım bilmirəm. Orada qeydlərim, mikrofona əlim dəyib, mikrofon sönmüşdü. Ola bilər ki, müəyyən bir hissəni qeyd eləməyib. Deməli, böyük qan dövranı yenidən təkrar edirəm. Əgər təzədən təkrar edirəmsə, onu videoda siz ötürərsiniz. Deməli, böyük qan dövranı hardan başladı? Böyük qan dövranı başladı sol qulaqcığın yığılması ilə. Sol qulaqcıq yığılır. Qan ötürüldü. Bax, burada taylı qapaq açılır. Qan ötürüldü. Sol mədəciyə. Sol mədəciyə. Sol mədəcikdən ən iri arteriya olan aortaya. Aortadan sonra həm yuxarı ətraflara və yuxarı başda yerləşən orqanlara, həm də aşağı ətrafı və aşağıda yerləşən orqanlara qan gedir. Oradakı bütün orqanlara oksigen və qidalı maddələri verdikdən sonra qan yeridə yenidən deməli yığılır hara? Qan, buradan gələn qan, yuxarı ətraflara gedən qan və burada yuxarı boş vena ilə, aşağı ətraflardan gələn qan aşağı boş vena ilə, yuxarı boş vena və aşağı boş vena ilə hara qayıtdı? Ürəyin yenidən sağ qulaqcığına geri qayıtmış oldu. Yəni venoz qan şəklində geri qayıtmış oldu. İndi yenidən kitaba qayıdaq. Baxın, qan dövranı göstərirəm. Baxın, burada özü göstərir. Böyük qan dövranı, baxın, ehtiyac yox idi heç yazmağıma. Sol mədəcikdən arterial qan keçdi. Aorta adlanan ən iri damara doğru keçdi. Hara keçdi? Aorta adlanan iri damara keçdi. Arterial qan şəklində keçdi. Kiçik arteriya damarlarına şaxələndi. Baxın, sonra kapillər damarlara keçdi. Arterial qan venoz qana keçdi. Kiçik vena damarlarına venoz qan yığıldı. Yuxarı və aşağı boş vena vasitəsi sağ qulaqcığa geri qayıtmış oldu. Və burada bəzi hissə qeydlər deyəsiyəm uşaqlar. Hansı qeydləri deyəsiyəm? Onları qeyd edin mütləq. Deməli, qan qidalı maddələrlə harda tənzimlənir? Qan bağırsaqdan keçən zaman, bağırsaq deməli damarlarından keçib bağırsağa getdi, şaxələndi, bağırsağa oksigeni, qidalı maddələri verdi və eyni zamanda bağırsaqdan çıxan qan tərkibində çoxlu miqdarda qida maddələri, amma eyni zamanda zərərli maddələr olan qandır. Deməli, qeyd edirik. 1. Ən çox tərkibində qida maddəsi olan qan bağırsaq venasındadır. 2. Qida zərərli maddələrdən ən çox təmizlənmiş, baxın, ifrazat məhsullarından demirəm, ən çox qidalı maddələr cəhətdən zərərli məhsullarından təmizlənmiş qan bağırsaq venasında olur. Qaraciyər venasında olur. Biraz natərəs yazıldı. Qaraciyər venasında olur. Sonra üçüncü nəyi qeyd edirsiniz? Bu ikinci oldu. Üçüncü nəyi qeyd edirsiniz? Üçüncü qeyd edirsiniz. Tərkibində ən çox karbon qazı olan qan ağciyər arteriyasında olur. Dördüncü, tərkibində ən çox oksigen qazı olan qan ağciyər venasında olmuş olurdu. Tərkibində ən çox ifrazat məhsulları olan qan böyrək arteriyasında olur. İfrazat məhsullarından təmizlənmiş qan isə böyrək venasında olmuş olurdu. Bu da oldu bizim qanın belə deyək, qeyd olunacaq vacib məqamlar. Sonra keçirik uşaqlar nəyə? Qanın laxtalanması da dedik, qan ürəyə birləşən damarlar da dedik. Sonra ifrazat məhsullarının ən çox təmiz olduğu qan böyrək venası, onu da qeyd elədim. Uşaqlar, deməli, bir də inşallah ki, mən orada damarların təzədən qatlarından danışasıyam sizə. Dedik, damarların axı 3 növ var idi. Arteriya, vena, kapillər. Arteriyaların divarını arteriyalar dediyi hansı qatlardan ibarət idi? 1. Arteriyanın divarı xaricdən sıx birləşdirici qat. Onun altında ikinci yerləşirdi. Deməli, qalın saya əzələ qatı. Mən bayaq deyəsən yazanda səhv yazdım onu. Yerlərini dəyişik yazdım. Saya əzələ qatı yerləşirdi. Üçüncü, elastik liflər yerləşirdi. Əgər elə yazmısınızsa onu düzəldərsiniz. Dördüncü isə bir qatlı epiteli qatı yerləşmiş olurdu. Yazırıq epiteli qatı.
Oldu, bunu qeyd eləyərsiniz. Sonra qayıdırıq kiçik qan dövranına. Axı ürəyin artıq sağ qulaqcığına gəldi, töküldü necə qan? Ürəyin sağ qulaqcığına gəldi, burada töküldü venoz qan. Bəs bu venoz qan necə təmizlənir? Venoz qan sağ qulaqcıqda yığılması nəticəsində gəlir sağ mədəciyə. Sağ mədəciyindən venoz qan ağciyər kötüyünə, ağciyər kötüyündən ağciyər. Baxın, ağciyər kötüyü çıxır və bu ağciyər kötüyü 2 dənə ağciyər arteriyasına şaxələnir. Ağciyər arteriyasına keçdikdən sonra, baxın burada, baxın görürsünüz, bax ağciyər kötüyü ilə çıxdı. 2 dənə ağciyər arteriyasına şaxələndi, baxın burada. Qoyun bunu qeydlə göstərim sizə. 2 dənə ağciyər arteriyasına şaxələndi. Ağciyərlərin arteriyaları, kapillara və venalarını dolaşdıqdan sonra hər bir ağciyərdən çıxan 2 ədəd vena vasitəsilə artıq ürəyin hansı hissəsinə geri qayıtmış oldu? Ürəyin sol qulaqcığına geri qayıtmış oldu. Onda belə deyək, bax böyük qan dövranında qan bir damarla çıxır, 2 damarla geri qayıdır. Baxın, 2 damarla geri qayıdır. Amma kiçik qan dövranında bir damarla çıxır, amma neçə damarla geri qayıdır? 4 damarla geri qayıtmış olurdu. 4 damarla geri qayıtmış olurdu. Qaldı bizim limfa dövranımız. Limfa dövranı nədir? Bədənimizdə həm də limfa dövr edir. Bəs limfa dövranının əhəmiyyəti nədir? Limfa dövranı uşaqlar qan damarlarla dövr edən zaman bəzən müəyyən hissəsi, plazmanın müəyyən hissəsi damarlardan keçir toxuma arası maye. Elə həmin andaca bir hissəsi geri qayıdır. Geriyə qayıda bilməyən hissəsi qan damarlarla hərəkət edir. Damarlarla hərəkət edən zaman qanın bir hissəsi keçir toxum arası mayeyə, belə deyək, sürətlə axır. Elə həmin andaca müəyyən hissəsi yenidən, əksər hissəsi yenidən geri qayıdır. Amma qayıda bilməyən hissəsi toxuma arası mayedən başlanğıc götürən, baxın, limfa kapillarlarına açılır. Limfa kapillarlarının ona görə bir ucu kör, bir ucu qapalıdır. Bir ucu qapalı, bir ucu açıq, belə deyək. Burada baxın, toxum arası mayedən başlanğıc götürən hissəsi açıqdır və bu damarların içərisində əvvəlcə kiçik limfa damarlar kapillarlarına, sonra baxın limfa kapillarlarına, limfa damarlarına keçir. Limfa damarlarının içərisində hərəkət edən zaman limfa düyünləri var idi. Limfa düyünləri qan plazmasının təmizlənməsini təmin edirlər. Bu limfanın içərisində eritrositlər yox idi, amma leykositlər ola bilərdi. Laxtalanma da baş verə bilər. Ancaq laxtalanma normal qanın tərkibindəki laxtalanmadan zəif sürətlə baş verirdi. Həm də limfada hərəkət sürəti zəif idi. Sonra iri damarlara yığıldı. İri damarlardan isə vena vasitəsilə, vena sistemi vasitəsilə yenidən ürəyə qayıtmış olurdu. Yəni bizim kitabda bu barədə çox az məlumat verilib. Yəni baxın, toxumalardan çıxan bəzi maddələri yenidən qana qaytarır, limfa düyünləri orqanizmin müdafiəsini təmin etmiş olurdu. Sonra gəlirik nəyə? Sonra gəlirik donor olmaq, qan qurtarır, qan qrupları. Qan qrupları ilk dəfə elmə Landsteiner tərəfindən daxil olunmuşdu. O öyrənmişdi qan qruplarını. 4 qan qrupu var. Birinci qan qrupu, ikinci qan qrupu, üçüncü qan qrupu və dördüncü qan qrupu. Birinci qan qrupu, qan qrupları necə müəyyən olunurdu? Qan qrupları, baxın, belə bir cədvəl çəkirəm. İnşallah ki, düzgün var. Birinci qan qrupu yazıram bura, bura yazıram ikinci qan qrupu. Buraya yazıram, gəlin qara ilə yazım. Üçüncü qan qrupu, burada yazıram dördüncü qan qrupu. Birinci qan qrupu genotipi necə idi? Birinci qan qrupunun genotipi 0-0 və birinci qan qrupu 0 adlanırdı. Fenotipi 0'dı. İkinci qan qrupunun genotipi həm A0, həm də uşaqlar A şəklində ola bilər. AA, yəni 2 cür genotipə malikdir. Üçüncü qan qrupu B0 və BB şəklində ola bilər. Həm homozigot, həm heterozigot. Dördüncü qan qrupu isə A, B şəklində olurdu. Dördüncü qan qrupu digər qan qruplarının, ümumiyyətlə, digər qan qruplarının qarşılıqlı təsirindən əmələ gəlirdi və genlərin qarşılıqlı təsirinə aid idi. Onu hansı ki biz genetikada keçmişdik. Və qan qrupları eritrositlərdə olan antigeni əsasən adlandırılır. Birinci qan qrupunun eritrositində heç bir antigen olmadığına görə onu 0 antigen olduğuna görə 0 qan qrupu, ikinci qan qrupunun eritrositində A antigeni olduğuna görə onu A qan qrupu, üçüncü qan qrupunun eritrositində B antigeni olduğuna görə onu B qan qrupu adlandırır. Amma dördüncü qan qrupunun eritrositində həm A, həm B antigeni var idi. Sonra baxırıq bunların plazmasına. Plazmada nələr var idi?
Plazmada birinci qan qrupunun plazmasında aqlütininlər A aqlütinini və B aqlütinini var. Yəni anti-A və anti-B var. İkinci qan qrupunda anti-B var. Üçüncü qan qrupunda anti-A. Dördüncü qan qrupunun plazmasında isə heç bir antitel yoxdur. Ona görə uşaqlar, birinci qan qrupu belə deyək. Baxın, birinci qan qrupu anti-A və anti-B var. Yəni, plazma eritrositlərində A və yaxud B olan heç bir qan qrupu birinci qan qrupuna eritrosit köçürdə bilməz. Eritrosit köçürdə bilməz. Necə köçürdə bilməz? Məsələn, mən birinci qan qrupunu ona görə sadəcə özünə vura bilərəm. Çünki əgər mən birinci qan qrupunun eritrositlərini gedim, məsələn, belə deyək, mən ikinci qan qrupunun eritrositini əgər birinci qan qrupuna vuraramsa, baxın, burada A var. Birinci qan, məsələn, ikinci qan qrupudur. İkinci qan qruplu bir şəxsin qanını mən birinci qan qruplu şəxsə vururam. Onda nə baş verər? İkinci qan qrupunun A eritrositində olan A antigeni plazmada, birinci qan qrupunun plazmasında anti-A ilə qarşılıqlı təsirdə olar və bu zaman eritrositlərin bir-birinə yapışması baş verə bilər. Çünki anti-A qarşıdır. Birinci qan qrupu A'ya qarşıdır. Birinci qan qrupu B'yə qarşıdır. Birinci qan qrupu həm A'ya, həm B'yə qarşıdır. Ona görə birinci qan qrupu yalnız özünə qan verə bilər. Və uşaqlar, resurs faktoruna görə mənfi resurs faktoru var və müsbət resurs faktoru var. Və yadınızda saxlayın, bir mənfi ən universal donor hesab olunur. Çünki bir mənfi qan qrupu bütün insanlara qan vermək qabiliyyətinə malikdir. İkinci qan qrupunun, baxın, eritrositində A antigeni var. Ona görə plazmasında anti-A olan heç bir qan qrupuna qan verə bilməz. Nə birinci qan qrupuna qan verə bilməz, nə üçüncü qan qrupuna qan verə bilməz. Amma ikinci qan qrupu həm özünə, həm də dördüncü qan qrupuna qan verə bilər. Üçüncü qan qrupu yenə eyni qayda ilə gedir. Ona görə üçüncü qan qrupu yalnız özünə qan verə bilər və dördüncü qan qrupuna qan verə bilər. Ümumiyyətlə, bütün qan qrupları dördüncü qan qrupuna qan verə bilər. Çünki dördüncü qan qrupunun plazmasında heç bir antitel yoxdur. Yəni, nə anti-A, nə anti-B olmadığına görə o bütün qan qruplarının eritrositlərini özünə qəbul etmiş olurdu. Ancaq plazmaya gəldikdə, birinci qan qrupunun plazmasına anti-A və anti-B olduğuna görə heç birinə vura bilmərik. Yəni, heç bir qan qrupuna, birinci qan qrupunun plazması vurulmasa da, amma dördüncü qan qrupunun plazmasına və bütün qan qruplarına vura bilərəm. Və uşaqlar, bəs dördüncü, belə deyək, bəs dördüncü qan qrupunu elmə ilk dəfə kim daxil edib? İlk dəfə dördüncü qan qrupunu elmə Jan Janski daxil etmişdir və yadınızda saxlayın. Landsteiner bu işinə görə Nobel mükafatı almışdır. Nobel mükafatı alan alimlərdən hələ ki kimləri demişik? Landsteineri demişik, sonra Curie Müllesi demişik, sonra genlərin qarğıdalı genlərin tərbiyələndirməsi metodunu işləyib hazırlayan Barbara McLeod-onu qeyd eləmişik. Sonra deməli genetikada kimi qeyd eləmişdik? Genetikada, bax yadımdan, Morganı qeyd eləmişdik. Bunlar donor mükafatı, Nobel mükafatına layiq görülən alimlərdir. Sonra uşaqlar, bax burada qan verən insana donor deyilir, qan alan insana resipient deyilir. Ona görə deyirəm, ən universal donor bir mənfi, ən universal resipient isə dördüncü müsbət qan qrupu olmuş oldu. Və uşaqlar, çəkisi 18-65 yaş arası olan insanlarda və çəkisi 50 kiloqramdan aşağı olmayan insanlar ildə 4 dəfə qan verə bilər. Bu, deməli, keçən il yox, ondan əvvəlki ilin, yəni 2024-cü ilin qəbulunun sualı idi. 2025 yox, 2024-cü ilin qəbulunun sualı idi. Yəni, görürsünüz, kitabın hər yerindən suallar salınır. Ona görə çox diqqətli olmaq lazımdır. Bəs burada nəyə diqqət edəsiniz uşaqlar? Ateroskleroz xəstəliyi necə əmələ gəlir? Əgər sən çoxlu tərkibində yağlı qidalarla qidalansan, sənin qan damarlarının içərisi yağa bənzər maddələrə opasıdır və bu maddələr qan damarlarının elastikliyinin itməsinə səbəb olur. Nəticədə qan normal hərəkət edə bilmir. Və ateroskleroz xəstəliyi, belə deyək, ateroskleroz xəstəliyi eyni zamanda başqa bir fəsadların da yaranmasına gətirib çıxara bilər. Və buna fikir verirsiniz uşaqlar. İnfarkt, ürəkdə oksigen və qidalı maddələrdən təmin olunması prosesi pozulur. Damarların tıxanması nəticəsində baş verə bilirdi. Bax, siqaretin tüstüsü orqanizmə daxil olduqda damar daralır. Ancaq damar daralır, amma içki içdikdə isə
damar genişlənir. Spirtli içkilərdə baxın gücü azalır və damarlar genişlənir. Amma siqaretdə əks təsir göstərir. Və burada bunu da qeyd edeyim ki, ürəyə gələn simpatik sinirlər onurğa beyninin döş şöbəsindən, parasimpatik sinirlər isə beyin kötüyündən gəlmiş olurdu. İnsan bədənində 5 litr qan var idi və 5 litr qanın yarısını itirdikdə insan ölümünə gətirib çıxarırdı. Bəs qanaxmanın neçə növ var idi? Qanaxmalar 3 cür var idi. Daxili və xarici qanaxmalar var idi. 2 növ var idi əslində və hər bir qanaxmanın özündə 3 növ var idi. Bunlara diqqət edirsiniz. Bunlar çox asan nüanslardır deyə bunlara o qədər qeyd eləmirəm. Daxili qanaxma ən qorxulu qanaxmadır. Rəngi su avazlayır xəstənin, yəni gözlə görmək mümkün olmadığına görə çətinlik törədə bilər. Və kapilyar qanaxma baş verdikdə həmin zədələnən hissə yod sürtülmüş pambıqla təmizlənir və hər hansısa bir yüngül sarğıdan istifadə olunur və kiçik venoz qanaxması zamanında bu tədbir görülür. Amma arteriya və iri venalar zədələndikdə isə həmin hissəyə turna qoyulur. Turnanın üzərinə mütləq tarix yazılmalıdır. Tarix yazılmasının məqsədi ondan ibarətdir ki, yəni qan damarlarının həmin hissədən digər hissəyə hara qan axırdı, o hissənin nə qədər oksigensiz qaldığı müəyyənləşdirilməlidir. Və qanaxma zamanı nağarı həmin nahiyyə soyuq əşya qoyulur ki, qan damarlarının divarı yığılsın. Sonra ürək bakteriyaları və angionografiya, ürək əməliyyatları, bunlar ürəkdə belə deyək, ürək zədələnmələri zamanı, qan damarlarının zədələnməsi zamanı istifadə olunan metodlara aiddir. Baxın burada angiografiya nədir? Angiografiya damarların müayinə və müalicəsi üçün tətbiq olunan metoda deyilirdi. Uşaqlar, bu hissə çox asandır, yəni bu hissəni vurğulamağa ehtiyac yoxdur.